Hər kəsə salamlar. İlməlb kanalıma xoş gəlmisiniz. Yeni yüklədiyim videolardan xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Bu videoda yeni başlayan xanımlarımız üçün toxuma texnikalarını göstərəcəyəm. Oyuncaq toxuyanda lazım olan texnikaları. Sehirli halqadan artırma, azaltma, trabzonlar, yəni oyuncaq toxuyanda istifadə edəcəyimiz bütün texnikaları göstərməyə çalışacağam. Yeni başlayan dostlarımızın üçünsə ilk öncə zəncir necə çəkilir, onu göstərmək istəyirəm sizə. Elə isə başlayaq. Bismillah. Deməli, ilk öncə ipin qısa tərəfini iki barmağımızın arasında saxlayırıq, uzun tərəfini növbəti iki barmağımızın arasında saxlayırıq, milçəni sapın arxa tərəfindən keçirdirik, fırladırıq, ipin uzun tərəfini görürsünüz, milçənin qarmağını ilişdiririk, bu cür ilməmizi tuturuq barmağımızla və birinci ilməni toxuyuruq. Bu aşağıdakı qısa ipi dartaraq ilməmizi bərkidirik. Yenidən göstərirəm, baxın. İpin qısa ucunu iki barmağımızın arasında saxlayırıq, uzun tərəfini iki barmağımızın arasında saxlayırıq, sonra bu iki barmağımızın arasında qalan məsafədə ip, onun arxa tərəfdən, ipin arxa tərəfindən milçəni keçirdirik, fırladırıq, ipi qarmağa ilişdiririk, barmağımızla da bu birisi ilməni tuturuq, görürsünüz, X formasındadır və milçəni ilməyin içindən keçirdirik, qısa ipimizi dartırıq, birinci ilməmiz hazır. İkinci ilməni, birinci ilməmiz artıq hazır. İkinci ilməni necə toxuyuruq? Uzun ipin altından milçəni keçirdirik, qarmağa görürsünüz, ipi ilişdiririk və bu ilmənin içərisindən çıxardırıq. Əlimizdə saxlayırıq, növbəti ipin altından milçəni keçirdirik, ipi qırmağa ilişdiririk və ilmənin içərisindən çıxardırıq. Yenə də ilmənin içərisindən çıxardırıq. Görürsünüz, ipi qırmağa ilişdiririk, ilmənin içərisindən çıxardırıq. Qırmağı ipin altından keçirdirsiniz. İpi tutursunuz qırmaqla və toxuyursunuz. Bu cür zəncir çəkmiş olursunuz. Elə edin ki, zəncirin bütün üzü, üst tərəfi, hamısı eyni olsun. Zəncir burulmasın. Burulsa bilin ki, nəyisə səhv edirsiniz. Və diqqətlə baxın. İpin altından milçəni keçirdirik, ipi götürürük və çıxardırıq. Bunu öyrənməlisiniz ki, bu demək olar ki, toxumaq, milçə ilə toxumaq dərsinin birinci dərsidir, zəncir çəkmək. Bunu bilməlisiniz, mütləqdir bilmək. İndi isə sizə sehirli halqanı necə düzəldirik, onu göstərim. Baxın, sehirli halqa bizə oyuncaq toxumaqda lazım olan ən birinci dərsdir. Bu milçə ilə zəncir çəkmək, milçə ilə toxumaqda olan ən birinci dərs idisə, bu sehirli halqa oyuncaq toxumaqda lazım olacaq vacib birinci dərsdir. Baxın, bunun üçün nə edirik? İpin yenə də qısa tərəfini iki barmağımızın üzərində bu cür tutub saxlayırıq. Sonra uzun tərəfini barmaqlarımızın üzərində fırladırıq. Uzun tərəfi ilə baxın, çeçələ barmağımızla ipi saxlayırıq. Sonra görürsünüz, burada yenə X alındı. İpin altından milçəni keçirdirik. Görürsünüz, qarmaqla tutdum milçəni, yenə də fırlatdım və yenidən uzun ipi altından keçirtdim. Baxın, bunu biraz yığaq, əlimizlə saxlayaq. Birinci ilməmizi toxudum. Yenidən göstərirəm. Baxın, iki barmağımızın üzərində ipi tutub saxlayırıq. Qısa tərəfini, uzun tərəfini bu cür barmağımızın üstündə X forması, X alana qədər də bu cür X olsun. Gördünüz? Milçəni ipin altından salırıq. Görürsünüz, qarmaqla ipi götürürük, çeviririk. Uzun ipi yenə götürürük. Baxın, bunu saxlayırıq. Olundu sehirli halqa.
Bu sehirli halqadır. Bu da bizim oyuncaq toxumaqda lazım olan ən birinci dərsimizidir. Bunları mütləq bilməlisiniz. İndi sizin üçün bu sehirli halqanın içərisinə necə ilmə yığılır onu göstərim. Baxın, halqanın içərisindən milçəni keçirdirik, ipi götürürük, çıxardırıq. Burada oldu 2 dənə ilmə. Sonra yenidən ipi altından milçəni salırıq və bu 2 ilməni bir dəfəyə toxuyuruq. Bu oldu bizim birinci ilməmiz. Baxın, yenidən sehirli halqanın heç bir şey, misal bunun altından falan keçirməyin ha. Bu 2 dənə ip bir-birinin üstündə olsun. Yenidən milçəni halqanın içərisindən keçiririk, ipi götürürük. Sonra burada 2 dənə ilmə alındı. Sonra yenə ipin altından keçirdirik və bu 2 ilməni ikisini də bir yerdə toxuyuruq. Onu da deyim ki, bu cür də toxunuş var. O biri toxunuşu da inşallah gələn dərsimizdə göstərəcəm sizə. Belə də toxunuş var. Bir də var əsl oyuncaq toxumaqda lazım olan texnika. Siz bunu da öyrənərsiniz, onu da öyrənərsiniz. Baxın, yenə sehirli halqanın içərisindən keçirdirik. İlməni çıxardırıq. Burada oldu 2 ilmə. Sonra ipin altından keçirdirik. Milçənin qırmaq hissəsini görürsünüz. İlişdiririk ipə. 2 ipin içindən keçirdirik. Baxın. Belə. Sehirli halqa buna niyə görə deyirik? Baxın. Bu qısa ip var. Bu qısa ipi dartırıq, bağlayırıq. Ondan sonra sonuncu ilmə ilə baxın, birinci ilməni toxuyanda bu 2 ilmənin ipin aşağı hissəsindən görürsünüz, ilmənin içərisindən milçəni salırıq, ipi götürürük. Burada bu cür ikisindən də toxuyuruq, olur dairə. Yenidən göstərim sizə. Baxın, sehirli halqanı elədik, toxuduq. Bu sehirli halqanın içərisindən milçəmizi salırıq, ipi götürürük. Burada 2 dənə ilmə alındı, toxuyuruq. Yenidən toxuyuruq, yenidən toxuyuruq. Lazım olan miqdarda biz ən çox nazik saplarla toxuyanda, belə nazik saplarla toxuyanda 6 dənə ilmə yığırıq sehirli halqanın içərisinə. Qalın saplarla toxuyanda isə ilmələrin sayını 8-10 artırırıq. 2-2. Baxın. Burada neçə dənə ilmə oldu? Sayaq 1, 2, 3, 4, 5, 6 dənə ilmə oldu. İpi dartırıq. Sonra milçə ilə sonuncu ilmə ilə birinci ilmənin, baxın, toxuduğumuz ilmənin içindən keçirdirik. Birinci ilmə biraz çətin oldu. İpi götürürük və 2 ilməni, ikisini də bir dəfəyə toxuyuruq. Dərslərimiz uzun və bezdirici olmasın deyə sizin üçün dərs 1, dərs 2, dərs 3, dərs 4 bu formada paylaşacağım. Baxarsınız, sizə hansı yerləri bilirsinizsə keçərsiniz, bilmədiklərinizi də öyrənərsiniz, öyrənmək istədiklərinizi də rəy bölməsinə yazarsınız. Mən sizin üçün canla başla toxuyaram, başa salaram. İnşallah hamımızın işinə yarayar bu dərslər. Çox sağ olun, təşəkkür edirəm. Videomu bəyənsəz, mənə dəstək olsaz çox sevinərəm. Təşəkkür edirəm.